Sən protokol tərtib olacaq. Piyada keçidinə keçmədiyinizə görə. Bir dənə mən keçəndə mənim bəxtim oldu. Krediti də təzə ödəməliyəm. Piyada keçidindən istifadə eləmək Burada lazımdır. yaşayan deyiləm mən. Başa düşdüm də, harada yaşayırsınız? Qaradağ. Qaradağda da var da piyada keçidlərimiz. Sumqayıt şəhərində yol hərəkəti qaydalarına əməl olunması istiqamətində keçirilən maarifləndirici kampaniya artıq inzibati tədbirlərlə müşayiət olunur. Sumqayıt şəhər İcra Hakimiyyəti və Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən aksiya çərçivəsində piyada keçidlərindən istifadə etməyən bir sıra sakinlərə cərimələr tətbiq edilib. Çox xahiş edirəm öz təhlükəsizlik baxımınızdan piyada keçidindən qarşıda da var, arxada da var. 60 metrlik məsafədə çox xahiş edirəm bundan sonra diqqət edərsiniz. Yox, əslində piyada keçidindən özüm istifadə eləyirəm. Düzdür, eləməliyik daha doğrusu. Sadəcə olaraq maşın gəlmədi deyə ona görə keçdim. Amma belə deyim də mütəmadi şəkildə istifadə eləyirəm. Mən də tövsiyə eləyirəm ki, bütün vətəndaşlarımızın hamısı öz təhlükəsizliklərini qorumaq üçün piyada keçidindən istifadə eləsinlər. Sizə də təşəkkür edirəm. Bir də olmaz. Gənc könüllülərin iştirakı ilə şəhərin müxtəlif ərazilərində maarifləndirici söhbətlər aparılır, vətəndaşlara qaydalar izah olunur. 100 metr qabağında piyada keçidi var. Zəhmət olmasa oradan istifadə edin. Atamı öz deyərdiniz? Cərimə yazacaqsınız. Sumqayıt şəhər yol polisi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə vətəndaşları piyada keçidindən düzgün şəkildə keçməsi üçün maarifləndirmə xarakterli bir layihə başladılıb və uzun müddətdir ki, bu layihə vətəndaşları maarifləndirir və vətəndaşlar da maksimum dərəcədə piyada keçidindən düzgün şəkildə istifadə edir. Elvin Qudratov, Şəmsistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.